Salam uşaqlar. Bugün biz sizlə Pythonda riyazi əməlləri öyrənəcəyik. Deməli, gəlin bir dənə dəyişən müəyyən edək. A bərabərdir 5, B bərabərdir 6. Uşaqlar, Pythonda ümumiyyətlə vurma əməli üçün həmişə ulduzdan istifadə edirik. A vur B 30-u verəcək. Toplama əməli üçün həmişə plusdan istifadə edirik. A plus B verəcək bizə 11-i. Çıxma əməli üçün bildiyimiz kimi çıxmadan istifadə edirik. A minus B-nin nəticəsi -1. Bölmə əməli üçün 2 dənə bölmədən istifadə edirik. Bunlardan birincisi bir xətlə bölmə A bölək B. Uşaqlar, A bölək B tam bölmə adlanır. Yəni, neçə düşdüsə cavabda, həmin cavabı da götürürük. Cavab olur 0,8 və bu bildiyimdə daha uzun bir ədəd alınır. Gəlin başqa bir bölmə yazaq. Məsələn, 5-i tam bölmə ilə 2-yə bölən zaman düşür 2,5. Pythonda tam hissə, kəsr hissədə nöqtə ilə ayrılır. Yəni, biz riyaziyyatda istifadə etdiyimiz kimi vergüllə yazmırıq. Nöqtə ilə yazılır. Uşaqlar, natamam bölmə isə 2 xəttlə göstərilir. Baxın, mən 5-i 2-yə böləndə tam olaraq 2,5 düşdüyünə görə buna tam bölmə adı veririk. 5-i 2-yə 2 xəttlə böləndə bu natamam bölmədir. Çünki 2,5-in yalnız tam hissəsini götürür. Ona görə də buna deyirik natamam bölmə. Uşaqlar, Python proqramlaşdırma dilində qalığı göstərmək üçün, məsələn, 15-in 5-ə bölünməsindən alınan qalıq neçəyə bərabərdir? Bunu tapmaq istəyirəmsə, o zaman 15% 5 yazıram. Bu bizə verir, üzr istəyin, burada əlimdə idi. Bu bizə verəcək 0-ı. Məsələn, 15-in 6-ya bölünməsindən alınan qalıq bilirik ki, 3-ə bərabərdir. Bu da bizə verəcək 3-ü. Gördüyünüz kimi faiz işarəsi həmişə qalığı göstərir. Uşaqlar, Pythonda biz qüvvət yazmaq istəyiriksə, o zaman bunu belə yaza bilərik. Məsələn, 2-nin üstü 5 yazmaq istəyirəm. Yazıram 2, 2 ulduz. 2 ulduzdan sonra qüvvəti yazırıq 5. Bu bizə verir 32-ni. Deməli, uşaqlar, məsələn, 2-nin üstü 2 yazmaq istəyirəmsə, yenə 2 ulduz 2 yazıram. Bu dəfə 2-nin üstü 2 verir bizə 4. Bu öyrəndiklərimiz Pythonda riyazi əməllərdir. Bir də Pythonda biz bilməliyik ədədin əksini. Məsələn, A ədədi bərabərdirsə 5-ə, mən mənfi A desəm, o zaman -5 ekrana çıxacaq.